Salam əziz izləyicilər, bugünkü icmalımıza xoş gəlmisiniz. Bugün biz maliyyə dünyasına tamamilə fərqli bir pəncərədən baxacaq, bəlkə də indiyə qədər eşitdiyiniz ən vacib mövzulardan birinə toxunacağıq. Morgan Housel'ın bütün dünyada milyonlarla nüsxə satmış o məşhur Pul Psixologiyası kitabı əsasında sərvətin əsl sirrini birlikdə kəşf edəcəyik. Gəlin razılaşaq. Puldan danışanda ağlımıza ancaq rəqəmlər, qrafiklər, hesablamalar gəlir, elə deyilmi? Amma bugün söhbət bunlardan getməyəcək. Biz insan davranışının, psixologiyamızın pul qazanmaq və xüsusən də onu qorumaq üzərindəki o inanılmaz gücündən danışacağıq. Əgər həyatınızı, pula baxış bucağınızı dəyişdirə biləcək bu sirləri öyrənməyə hazırsınızsa, indidən videonu bəyənin ki, mən də sizin enerjinizi hiss edim. Hazırsınız? Onda heç vaxt itirmədən başladıq. Həmişə özümüzə verdiyimiz o məşhur sualla başlayaq. Doğrudanmı varlı olmaq üçün riyaziyyat dahisi olmaq, mürəkkəb formulları su kimi bilmək lazımdır? Baxın, bu, maliyyə dünyasının bəlkə də ən böyük mifidir. Çoxumuz elə düşünürük ki, pulu idarə etmək üçün nəhəng Excel cədvəlləri qurmalı, səhmlərin analizini dahi kimi bacarmalıyıq. Amma gəlin real olaq. Həqiqi dünyada heç kim maliyyə qərarlarını sadəcə quru cədvəllərə baxaraq vermir. O ən vacib qərarlar harda verilir bilirsinizmi? Şam yeməyi masasında, ailə ilə söhbət edərkən. Sizin öz həyat hekayəniz, qürurunuz, qorxularınız və dünya görüşünüzün kəsişdiyi o nöqtədə, yəni əslində sərvət yaratmağın, sizin sırf riyazi intellektinizlə demək olar ki, heç bir əlaqəsi yoxdur. Məhz bu nöqtədə Morgan Housel'in o möhtəşəm fəlsəfəsi ortaya çıxır. O deyir ki, pulla uğur qazanmaq əslində sizin nə bildiyinizlə yox, necə davrandığınızla bağlıdır. Maliyyə uğuru texniki bir elm deyil, sırf psixologiya tərəfindən idarə olunan yumşaq bir bacarıqdır. Bir anlıq düşünün, dünyanın ən zəki, ən savadlı insanları belə dəhşətli maliyyə fəlakətləri yaşaya bilirlər. Niyə? Məsələn, dünyanın ən böyük maliyyə fırıldaqçılarından biri kimi tarixə düşən Bernie Madoffu götürək, çox adam bilmir ki, o, qanunsuz işlərə keçməzdən əvvəl tamamilə qanuni yolla ildə 25-50 milyon dollar gəlir əldə edirdi. Bəs bu adam niyə hər şeyi məhv etdi? Çünki onda sadə bir psixoloji anlayış, yəni kifayətdir hissi yox idi. Bütün o nəhəng intellektinə baxmayaraq, psixoloji doyumsuzluğu onu tamamilə uçuruma apardı. Gəlin birinci əsas fərqimizə baxaq. Zəngin olmaq və varlı olmaq arasındakı uçurum. Çoxumuz bu iki sözü eyni mənada işlədirik, düzdür? Amma həlledici məqam budur. Zəngin olmaq sadəcə olaraq sizin bugünkü, yəni cari gəlirinizin yüksək olmasıdır. Zəngin insanı uzaqdan tanımaq asandır. Onun 100 min dollarlıq maşını var, nəhəng bir villada yaşayır. Amma varlıq olmaq tamamilə fərqli bir anlayışdır. Varlıq məhz xərcləmədiyiniz o puldur. Təsəvvür edin, kimsə gedib 100 min dollara avtomobil alanda, onun maliyyə vəziyyəti haqqında əmin olduğumuz tək bir gerçək var. O adamın bank hesabında artıq əvvəlkindən 100 min dollar daha az pul var. Varlıq isə hələ o gözlə görünən əşyalara çevrilməmiş, gələcəyə yatırılmış aktivlərdir. Bu yerdə çox maraqlı bir psixoloji paradoks ortaya çıxır. Adına avtomobildəki adam paradoksu deyirlər. Səmimi olaq, küçədə son model, bahalı bir Ferrari görəndə içimizdən heç vaxt "Vay, bu maşını sürən adam nə qədər mükəmməl insandır, ona necə hörmət edirəm" demirik, elə deyilmi? Əksinə, daxilən düşünürük ki, əgər o maşın məndə olsaydı, insanlar mənə necə həsədlə baxardılar. Baxın, əsl problem də elə buradadır. Hər kəs o lüks əşyanı digərlərinin hörmətini qazanmaq üçün alır. Amma əslində heç kim o əşyanın sahibinə hörmət etmir, ancaq əşyanın özünə fokuslanır. Sizcə, bahalı əşyalar doğrudanmı cəmiyyətdə real hörmət gətirir? Sizin bu barədə fikirləriniz mənim üçün çox maraqlıdır. Zəhmət olmasa aşağıda şərhlərdə öz düşüncələrinizi yazın, mütləq oxuyacağam. Elə buna görə də Housel'in kitabında ən çox sevdiyim ifadələrdən biri budur. Sərvət görmədiyiniz şeylərdir. Bəli, həqiqi varlıq o alınmayan lüks avtomobillərdir, heç vaxt taxılmayan o bahalı almazlardır. Sərvət o nümayişkaranə əşyaları almamaq iradəsini, o səbri göstərə bilməkdir. Bizim müasir cəmiyyətdə pul xərclənmək üçündür fikri o qədər beynimizə yeridilib ki, həqiqətən varlı olmağın tələb etdiyi o sakit təmkinliliyi görə bilmirik. İnsanların çoxu mən milyonçu olmaq istəyirəm deyəndə, gəlin etiraf edək ki, əslində mən 1 milyon dollar xərcləmək istəyirəm demək istəyirlər. Amma milyon dolları xərcləmək milyonçu olmağın tamamilə əksidir axı. İkinci əsas bölməmiz varlanmaq başqadır, varlı qalmaq isə tamamilə başqa bir bacarıqdır.
Bir anlıq düşünək, pul qazanmaq, yəni varlanmaq üçün nələr etməliyik? Biraz risk almalıyıq, gələcəyə çox optimist baxmalıyıq, bəzən cəsarətlə özümüzü önə atmalıyıq, düzdür? Bəs pulu qazanandan sonra nə baş verir? Bax, burada oyunun bütün qaydaları 180 dərəcə dəyişir. O pulu əldə saxlamaq, varlı qalmaq üçün sizə artıq optimizm yox, tam tərsi, sağlam bir qorxu, qənaətçilik və ən əsası təvazökarlıq lazımdır. Yəni pul qazanmaq üçün lazım olan o yüksək özgüvənlə, pulu itirməmək üçün lazım olan o sağlam paranoyanı eyni anda zehnimizdə tuta bilmək bəlkə də bu işin ən çətin tərəfidir. Əgər biz maliyyə uğurunu tək bir sözlə ifadə etməli olsaq, inanın mənə bu söz sadəcə həyatda qalmaq olardı. Bu qurtuluş düşüncə tərsinin 3 sadə amma güclü sütunu var. Qənaətçilik, ehtiyatlılıq və təvazökarlıq. Yaxşı, bəs bu niyə belə həyati əhəmiyyət daşıyır? Çünki sərvət yaratmaqda ən böyük silahımız olan mürəkkəb faizin öz möcüzəsini göstərməsi üçün tək bir şeyə ehtiyacı var: zamana. Oyunda kifayət qədər uzun müddət qala bilmək üçün siz hər cür böhrana qarşı qırılmaz olmalısınız. Çox uzağa getməyək. Warren Buffett hamımızı tanıyırıq. Bilirdinizmi ki, onun bugünkü o nəhəng, milyardlarla dollarlıq sərvətinin 90%-dən çoxu o 65 yaşını keçəndən sonra yaranıb? Sir nə idi? O, başqaları kimi oyundan tez çıxmadı, 10 illiklər boyu sadəcə bazarda həyatda qala bildi. Üçüncü hissəyə keçək. Xəta üçün pay saxlamaq. Bu anlayış həyat qurtarır. Xəta üçün pay saxlama deyəndə ağlınıza dərhal qəliz riyazi düsturlar gəlməsin. Bu, mütləq baş verəcək o naməlum gələcəyə. Həyatın o qəfir zərbələrinə qarşı qurduğumuz kritik bir psixoloji sipərdir. Bir ssenari təsəvvür edək. Tutaq ki, investisiya portfeliniz qəfildən 30% dəyər itirir. Excel cədvəlində baxanda bu sadəcə qırmızı rəngdə bir rəqəmdir. Bəs real həyatda? Psixoloji olaraq o stresi qaldıra biləcəksinizmi? Gecə rahat yata biləcəksinizmi? Sizin riyazi olaraq dözə biləcəyiniz rəqəmlə emosional olaraq qəbul edə biləcəyiniz o sərhəd arasında mütləq bir boşluq, yəni xəta payı buraxmalısınız. Mən bu cümləyə bayılıram. Sizin kağız üzərində mükəmməl görünən bir maliyyə planınız ola bilər. Amma o planın ən vacib hissəsi işlərin o plana uyğun getməyəcəyini əvvəlcədən düşünməkdir. Çünki xəta payınızın olması sizi o tək bir qırılma nöqtəsindən xilas edir. Baxın, əgər bütün maliyyə həyatınız, yaşayışınız tək bir şeyin, məsələn, o maaşın hər ayın 5-i vaxtında kartı oturmasının üzərində qurulubsa, ən kiçik bir axsama belə sizi və ailənizi uçuruma sürükləyə bilər, hətta heç bir xüsusi məqsəd olmadan sadəcə yığmaq xatirinə kənara pul qoymaq belə həyatın o gözlənilməz sürprizlərinə qarşı yarada biləcəyiniz ən yaxşı qalxandır. İndi isə gəlin investorların bəlkə də ən çox etdiyi o məşhur psixoloji xətadan danışaq. Birjadakı o qorxunc dalğalanmalar, qiymətlərin bir gün qalxıb, o biri gün kəskin düşməsi var ha, əslində bu uzun müddətli uğur üçün aldığımız giriş biletinin qiymətidir. Amma problem nədədir? Çoxumuz buna gələcək uğurumuz üçün ödədiyimiz bir haqq kimi deyil, sanki nədəsə səhv etdiyimiz üçün bizə kəsilən bir cərimə kimi baxırıq. İnsan təbiəti belədir. Biz cərimə ödəməkdən nifrət edirik, dərhal qaçmaq istəyirik, amma hansısa gözəl bir şouya giriş biletini məmnuniyyətlə alırıq. Əgər siz bazarın o sərt enişlərini bir cərimə kimi yox, zənginliyə gedən yolda adi bir ödəniş kimi baxa bilsəniz, inanın ki, ən çətin və panik zamanlarda belə soyuqqanlılığınızı qoruya biləcəksiniz. Və nəhayət gəldik 4-cü, bəlkə də icmalımızın ən həlledici, ən fəlsəfi bölməsinə. Bizim ən böyük sərvətimiz, yəni zaman. Bilirsiniz, pulun bizə verə biləcəyi ən möhtəşəm şey nə bahalı saatlar, nə də lüks maşınlardır. Pulun bizə verdiyi ən böyük nemət seçim azadlığıdır. Sizin kənara qoyduğunuz pulunuz artdıqca, həyatdakı azadlıq dərəcəniz də artır. Təsəvvür edin, lap cüzi bir ehtiyatınız olanda belə, ən azından xəstələnərkən, görəsən maaşımdan kəsəcəklər, stresi yaşamadan evdə qalıb dincələ bilirsiniz. Ehtiyatınız biraz da çox olanda, lap işdən çıxarılsanız belə, panikaya düşüb, qarşınıza çıxan ilk pis, aşağı maaşlı işi qəbul etmək məcburiyyətində qalmırsınız. Düzgün olan işi gözləmək azadlığı qazanırsınız. Və nəhayət o ehtiyat kifayət qədər böyük olanda, bu artıq sizin hər gününüzə, öz gündəlik qrafikinizə tamamilə nəzarət etmək hüququnuz deməkdir. Bir sözlə,
Pulun ən böyük, ən əvəz edilməz dəyəri onun sizə öz vaxtınız üzərində nəzarət vermə qabiliyyətidir. Bunu nə qədər təkrar etsək də azdır. Psixoloqların apardığı yüzlərlə araşdırma göstərir ki, insanları həyatda ən çox xoşbəxt edən şey nə qədər maaş almaları yox, məhz öz həyatlarının sükanı arxasında olduqlarını, həyatlarına nəzarət etdiklərini hiss etmələridir. Tarixin ən varlı adamlarından biri olan John Rockefelleri düşünün. O özü fiziki olaraq neft qazmırdı. Günlərlə zavodda işləmirdi. O, sadəcə öz vaxtını düşünməyə, strategiya qurmağa sərf edirdi. Çünki o, öz zamanının ağası idi. Bax, sizin qurduğunuz sərvət də sizə məhz bunu, öz zamanımızı qazandırmalıdır. İcmamızı bitirməzdən əvvəl sizi çox dərin və vacib bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Bir anlıq dayanın və özünüzə bu sualı verin. Sizin pulla bağlı əsl məqsədiniz nədir? Şkafınızda geyinmədiyiniz daha çox əşya, qarajınızda qonşuları çatlatmaq üçün daha böyük bir maşın, yoxsa ailənizlə, sevdiklərinizlə keçirəcəyiniz, tamamilə öz istədiyiniz kimi xərcləyə biləcəyiniz daha çox azad zaman? Bu sualın üzərində yaxşı-yaxşı düşünün və səmimi cavabınızı mütləq aşağıda şərhlər bölməsində mənimlə bölüşün. Oxumağı səbirsizliklə gözləyəcəm. Əgər bugünkü bu fərqli baxış bucağı, bu icmal sizin üçün biraz belə faydalı oldusa, əziyyətimizi dəyərləndirib kanala abunə olmağı və videonu dostlarınızla paylaşmağı unutmayın. Bizimlə birlikdə öyrənməyə və inkişaf etməyə davam etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzə və pulunuza yaxşı baxın. Növbəti icmallarda görüşənədək hələlik.